Tiflisdə sonuncu gündən hər birinizi salamlayıram. Əvvəlcə səhər yeməyimizi yedik, daha sonra isə günümüzə başlayırıq. Təbii ki, alış-verişsiz qayıtmaq olmaz. Biz qayıdırıq, ona görə də yenidən çamadanları yığmalıyam. Bu geyimlərin hamısını yumuşam, çünki burada paltar yuyan var idi. Yudum ki, gedib orada işimi biraz azaldım. Bunlardakı yavaş görək nə çıxır ortaya. Gələndə normal gəlsəm də, gedəndə normal gedə bilmədim, çünki çamadanlarım artıq mənə yetmədi. Əslində gələndə çox hədsiz geyim götürübmüşəm, bəzilərini heç orada geyinmədim. Növbəti səfərimdə inşallah söz vermişəm ki, özümə əynimə geyinəndən 2 dənə artıq uzağı dəst götürəcəm. Yəni saat 5-də səmərətimiz qalxır, mən də hazırlaşıram. Aksesuarlarımı da almışam. Taxım hazırlaşım, belə bir geyim geyinmişəm. Həm belə bu günün sonuna qədər şəkil video üçün, həm də ki yol üçün. Bunu da taxdım, gəldim. Belə seplərim falan. Sizin üçün bir link hazırlayacağım. Sırf aksesuar linki qoyacağım aşağıda. Mütləq girib baxarsınız. Trendyoldan yığıram. Hamısı keyfiyyətli olacaq inşallah. Çünki Timdən zakaz elədiklərim belə görüntü okey, amma keyfiyyət yoxdur yəni. 3-5 günlükdür. Sonrası xarab olur. Və Batuminin bu gözəl mənzərəsi ilə sağollaşırıq, gedirik, biraz gəzək, ondan da sonra havalimanına gedəcəyik. Çıxış saatimiz saat 12'dir. Ona görə də artıq buradan çıxıyoruz kızlar. Hoşça kalınız. Batumi, hoşça kalın. Otelimizlə də sağollaşırıq. Dedim sizə belə qısa bir video çəkeyim. Elvida Gürcistan. Bir dənə vaxt görüşlər, Allah bilir. Sonuncu günümüz olmasına baxmayaraq biz yenə də çöllərdəyik. Saat əslində 1-dir, biraz da tez çıxa bilərik. Və sonuncu gündə hara gedə bilərik? Mala gedə bilərik təbii ki. Gedək biraz da malı gəzək. Sonra gələk öyümüzə, eşiyimizə. Gəldik, çıxdıq mala və alışveriş yapacağız. Bizi izləyin mütləq. Əvvəlcə su içməyə lazımdır. Susuz insan yaşamıyor demək olar. Avokado yetişməyibdir. 14.99 kilogramı. Sonra kızlar bu gün sizə qiymətlər göstərmək istəyirəm. Baxın. Kabak 5.45, 5.90. Mıdımcan 4.95. Pomidor 13.95. Bunların hamısı lariddə, yəni siz özünüz çevirin. Kuru yemiş 14.95. Miktarı çok azdır. No? Okey. Da aldık, çıktık alışverişe. Görək nə tapa bilirik. Gəl aşkım. Burada yenə də biz hardayıq? Moldayıq. Batumi, Molda. Bəli. Mağazalar eyni olsa da bizim baxış açımız fərqli ola bilər. Ona görə gəlmişik, alışveriş edək. Axır günlərin nəsə alaq çıxıb gedək öyümüzə. Nəysə, Batuminin aeroportudur. Tiflisdən gəlib Batumiden qaydırıq. Və həyat yoldaşım artıq yorulubdur. Maşallah, bu qədər adam varmış. Mən deyirdim ki, adam çox olmaz. Bunun xeyli adam var. Ve arkanızdaki istifade olunabileceği çıkışı yadınızda saklayın. Please take a moment now to locate the exit.
gəldik, çıxdıq ölkəmizi. İşlərimizlə götürdük, gedirik. Vallahi öz ölkəmizə çatan yoxdur, təmizlikdə də, rahatçılıqda da.